Mən Məmmədov Bəxtiyar Abbasoğlu, 1-ci qrup əliləm. 2 ilə yaxındır ki, Dadaşbəyli kəndinə köçmüşük burada. Mən bildirmək istəyirəm ki, yəni mənim uşağım 13 nömrəli məktəbdə oxuyurdu. Çox da gözəl oxuyur, yəni dərsi əladır demək olar ki. Orada da heç bir narahatçılıq yox idi, yəni məktəbdən çıxmaq haqqında. Biz uşağımızı orada rus dilli oxuyurdu, yəni rus dili oxuyurdu. Bu məktəb qəbul elədi bizim uşağı. Halbuki burada heç rus dili yoxdur, ingilis dilidir. Bu bir qanunsuzluqdur. Uşaq birdən-birə rus dilindən, ingilis dilinə 7-ci sinifdə necə keçə bilər? Yəni mümkün olmayan bir şeydir, onu elədilər. Nəysə ona göz yumduq. Dedik nəysə. Ondan sonra məktəbi görsəz, məktəb bərbad günündə. Məktəb deyilən bir, yəni ad deyilən bir şey yoxdur. Məktəb yox kimi bir şeydir. Ondan sonra bir ev tutublar. Orada da ki, məktəb adı ilə. Uşaqlar gedəndə 2 dənə ayaqqabı aparmalıdır ki, birini dəysin, obursunu geyinsin. Orada da ki, Mehman müəllim mənim uşağımla düzgün davranmır. Uşağı onsuz da şagirdlər yeni gəlib deyə onsuz da təkləyirlər, əzirlər, döyürlər, söyürlər. Ondan əlavə də Mehman müəllim uşağın tərbiyəsi ilə məşğul olmur. Uşağa anası soruşur ki, Mehman müəllim nədir vəziyyət? Deyir ki, anasına sizin uşağınız hansı pozğunxanadan gəlib? Daha əvvəl bu harda oxuyub, harda yaşayıb? Deyəndə ki, o bir uşağla belə mübahisəsi deyir ki, o bir uşağın ailəsi mən tanıyıram, çox normal ailədir. Yəni elə çıxır ki, bizim ailəmiz anormal ailədir. Ondan da əlavə, Mehman müəllimə deyirəm ki, ay Mehman müəllim, mənim uşağımı görürəm, məktəbin həyətində orada söyürlər. 1 söyürlər, 2 söyürlər, 3 söyürlər, bu uşaq axırı dillənəcək, deyir, girib nəyə müdaxilə eləmirsiniz? Yəni, mən kiməm ki, bu qanuni şəkildə, əgər uşaqlar bir-birini söyürsə, ya və yaxud mənim uşağım kimisə döyürsə, söyürsə, bu qanuni şəkildə valideynlər iclası qurulmalıdır. Hər şey qanun çərçivəsində qurulmalıdır. Mənə deyir ki, sən niyə girib məktəbin həyətində uşağa müdaxilə eləmirsən? Biz harada yaşayırıq? Biz mağarada yaşamırıq. Biz normal Azərbaycanın bu boyda qanunu var, devlətimiz var. Çox Allaha çox şükür hər şeyimiz qaydasındadır. Yəni bu nədir bu? Elə bir mağara deyirsən, girginə müdaxilə elə, uşaqları deyirsən özün şey elə danışçına. Yəni ona görə mən çox şikayətçiyəm. Hətta mən yoldaşıma da deyib ki, uşağı yaxşı olar ki, buradan çıxardasınız. Biz təkrar uşağı buradan çıxartmalı olduq Dadaşbəyli kəndindən. Təkrar 13 nömrəyə qayıtaq. Çünki həm təhsili yerdə qalırdı. Rus dilindən, ingilis dilinə birbaşa atıblar. Uşaq qalıb ortalıqda ingilis dilini halbuki oxumayıb da bu. Yəni o dərəcə deyil. Daha çox rus dilini oxuyub. İndi yenidən qaytarıq. Çox sağ olsun. 13 nömrəli rəhbərliyi qəbul elədi. Yəni daha əvvəl də bizim uşaqlarımızdan çox gözəl məşğul oldular. İndi də Allah canlarını sağ eləsin. Hər şey əladır. Yəni mənim təhsilin fəaliyyəti sizi qane edir? Heç qətiyyən qane etmir. Yəni burada qane edəcək heç bir vəziyyət yoxdur. Yaxşı olar ki, bu yüksək qurumlardan gəlsinlər, bir nəzarət eləsinlər. Görsünlər burada sanki bir ortada bir mafiya qurublar. Yəni istədiyi adamları saxlayırlar məktəbdə, istədiyi adamlar, sərf eləməyən adamları məktəbdən uzaqlaşdırırlar. Hətta məktəbdə şayə gəzir ki, bəzi valideynlər məktəbə arendasına köməkli eləyir.